Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə bir istismarlı sorunlarına baxaq. Deməli, belə bir fiqur verilmişdir. Dik koordinat sistemində bu şəkildə bir fiqur verilmişdir. Fiqurda yaranan düzaqların sahələri, yəni bərabər düzaqlardan gedir söhbət. Enlər və uzunluqları eyni olan düzaqlardan gedir söhbət. Və bu bucağın tangisi bizə verilibdir. E, Burada kağıda verilən bucağın tetası bizdən, yəni kotangesi teta bizdən soruşulur. Deməli, bu şəklə əsasən biz burada nə edə bilərik? Verilən məlumatlar üzərlərinə qeyd edək. Deməli, bu şəkildə alfanın qiyməti məlumdursa, digər bucağa 180 minus alfa düşür və xətlərin paralelinə istifadə edərək 180 çıxısını alfa bucağına gəlib digər tərəfə götürə bilərik, qeyd edə bilərik və həmçinin 180 minus alfanı qeyd etdikdən sonra biz tutaq ki, məsələn, bu nöqtə qoyduğum bucaq üçün 180 minus alfa tangesi 180 minus alfanı tapmaq istəsəm, bu da mənə mənfi tangens alfanı verir. Tangens alfanın öz qiyməti məlum olduğuna görə mənfi 2 bölünsün üst. Bu da bizə 2 bölü üst qiymətini vermiş olur. Yəni, əslində tangens 180 minus alfanın qiymətini 3/2 olaraq qəbul edə bilərik. Əgər bunun qiyməti 3/2-dirsə, qarşı katetin biz bilirik ki, bitişik katete olan nisbəti 3/2 olur. Qarşı katetimizə biz 2m olaraq qəbul edib, bitişik katete artıq bu tərəfi 3m olaraq göstərə bilərik. 2m budur, 3m də bu şəkildə qəbul edə bilərik. Eyni şəkildə artıq gördüyümüz kimi düz zarfın uzunluğu 3m'dir. Bu tərəfdə kiçik parça 2m'dirsə əgər, deməli bu düz zarfın eninə məcburən m düşmüş oldu. Çünki uzunluqlar bir-birinə bərabər olmalıdır. Və eyni şəkildə digərinə də bir m yazıb, buna da bir m olaraq qeyd edə bilərik. Və eyni şəkildə bu tangens 180 çıxısının alfa qiyməti bu tərəf üçün də yazı bilərik ki, 2 bölünsün 3, yəni 2m isə bu tərəfin uzunluğu 3m olaraq götürülə bilər. Eyni şəkildə bu da 3m'dir. İndi lazım olduğu da olmadı. Hamısını qeyd edelim ki, birdən istifadə olmağa ehtiyac var. Eyni şəkildə buradakı bucağı bizə tetası verilibdir bizə. Artıq tetanı tapmaq məncə çox daha rahatdır. Biz bildik ki, düzəltmənin uzunluğu 3m'dir. Qarşı katetimiz isə m-ə bərabərdir. Kotangens teta bizdən soruşulur. Kotangens teta isə bitişik katetin, yəni 3m'in qarşı katete olan nisbəti olur. Bu da bizə 3 qiymətini vermiş oldu. Cavab oldu C variantı. Növbəti suala keçək. İkinci sualımıza baxaq. Deyək ki, həqiqi ədədlər çoxluğunda törəməsi olan bir f funksiyası verilmişdir. Bu funksiya deməli f funksiyası burada cütdür. Bunun xüsusilə qeyd edək ki, f funksiyası cüt bir funksiyadır. Və bu funksiya əsasən j1 və j-nin törəməsi bir funksiyasının cəmini bizdən soruşur. Deməli, birinci növbədə biz bilməliyik ki, cüt funksiyadan gedirsə söhbət f mənfi x-dəki qiymət ilə fx-dəki qiymət bir-birlərinə bərabərdir. Və biz integral funksiyalarını bunlar əslində ayrı-ayrıdan yaza biləcəyimizi bilməliyik. Deməli, biz yazırıqsa əgər integral f'in içində mənfi x, f içində mənfi x-i bununla göstərmək üçün elə əvvəlindən də f içində müsbət x olaraq götürün. Çünki biz bilək ki, bunun qiyməti ilə bunun qiyməti bir-birinə yenisidir. Daha sonra dx yazın, bir də üstə gəlinsin integral jx dx funksiyası yazılsın, o da bərabərdir. 2x'in kvadratı üstə gəlinsin integral fx dx şəklində yaza bilərik. Və daha sonra biz görürük ki, bunun sağ və sol tərəfindəki funksiyalar bir-birini götürsün. İntegral daxilində jx dx bizə əslində 2x kvadratını vermiş oldu. Bunun hər tərəfindən törəmə alsaq, bu şəkildə hər tərəfindən törəmə alsaq, biz bilirik ki, integral törəməni götürür və bunun funksiya özünün içərisində jx olaraq çölə çıxmış olur. 2x kvadratının törəməsi bizə 4x qiymətini vermiş oldu. Yəni, jx-in əslində 4x-ə bərabər olduğunu gördük. Biz buradan j1-in qiymətini rahat şəkildə tapa bilərik ki, 4 vurulsun 1, o da elədir 4. Eyni şəkildə bizə funksiyada gördüyümüz kimi j-nin törəməsində 1-in də qiyməti lazımdır. J-nin törəməsində 1-in, yəni birinci jx-in törəməsini tapaq, daha sonra bir qiymətini gətirib yenə qoyaq. Jx-in törəməsi də məlum məsələdir ki, 4-ə bərabər olmuş olur və bu zamanda bir qiymətini gətirib yenə qoysaq, o da elədir 4-ün elə özünə bərabər olmuş olur və bunların da cəmi bizdən istənilirdir, o da elədir 8. Növbəti sualımıza keçək. Üçüncü sualımıza keçək. Deyək ki, bu funksiyanın ən geniş təyin olması deyək də, yəni aşağıdakilərdən hansı olduğunu soruşulur. Loqaritmik bir funksiyadır və bu funksiyada bizə deyək ki, biz bilirik ki, loqaritmanın əsası sıfırdan böyük olmalı. Bu hər zaman belədir. 16 minus x kvadratı ifadəsini sıfırdan böyük götürürük. Mənfi x kvadratı böyükdür, mənfi 16 alınır. Hər tərəfdən mənfiyə bölsək x kvadratı kiçik 16 və bu da mənfi 4 və 4 intervalı eləmiş olur. Və daha sonra biz bilək ki, loqaritmanın əsası hər zaman sıfırdan böyükdür. Bu məlum məsələdir.
Və həmçinin bunun qiyməti, x-in qiyməti həm sıfırdan, həm də birdən fərqli bütün qiymətlər olmalıdır. Yəni, modul x-in qiyməti fərqlidir sıfırdan, modul x-in qiyməti fərqlidir birdən və həmçinin bu zamanda x-in qiyməti, elə ki, modul x fərqlidir 1-i həll etsək, x fərqlidir 1 alınır, x fərqlidir, mənfi 1 şəklində cavablarımız gəlir. Yəni, normalda cavabımız mənfi 4 intervaldır, sadəcə bu qiymətlər içindən çıxmalıdır. Yəni 1, mənfi 1 və 0 qiymətləri kənarlaşdıqda qalan cavabımız D variantı olmuş olur. Evet, sualımıza keçək. Dördüncü sualımıza keçək. Deməli, belə bir sual verilmişdir. Və bu sualda bizdən istədiyordu ki, deməli, bu şəkildə funksiya verib, f-in törəməsinin birin qiyməti bizdən istənilir. Deməli, biz birinci növbədə bilməliyik ki, x kvadratı vurulsun, belə bir funksiya yazılıbdır. Yəni, əslində bu demək istəyir ki, bu funksiya integral alınmış halı. Yəni, elə bir ki, belə deyək də, belə göstərək, bunu logo dildə belə göstərək. Sanki bizim misallarda bu şəkildə elə bir ki, düşünün siz. Törəməsi, baxın, sanki o bu D bölünsün dx, bu şəkildə törəməsi verilibdir deməkdir. Biz bilək ki, integral törəməni götürür. Bu da yerində nə qalmış olur? Yəni, D bölünsün dx anlamı budur. Bu zaman integral altındakı ifadə birbaşa x plus 3'e çevrilmiş olur. Yəni, fx bərabərdir. X kvadratı vurulsun, x üstə gəlsin 3 olur. O da üstə gəlsin artıq bəli. Bunun ibtidaisi məcburiyyən tapılmalıdır. Bunun ibtidaisini tapanda 2x-in ibtidaisi x kvadrat edir, 3-in ibtidaisi isə 3x eləmiş olur. Bir də üstə gələcək hər zaman yazılmalıdır. Daha sonra bizdən nə istəyir? Bizdən istədiyordur ki, f-in törəməsi birin qiyməti bizdən istənilir. F-in törəməsinə 1, birin qiyməti. Sağında başqa bir qiymət yoxdur da bunun yəqin ki. Həmişə belə bir funksiya verilibdir. İşte bizdən bunu istəyir. Daha sonra, indi biz artıq verilən bu funksiyanın törəməsini tapmalıyıq. Tapdıqdan sonra törəmənin özünün qiymətində birin qiyməti qoyulub hesablanmalıdır. Birinci bunu vurub açaq. X kubu üstə gəlsin 3x-in kvadratı eləyir. Bu da üstə gəl x kvadratı üstə gəl 3x alınır, üstə gəl c. Bunu törəməsini tapaq. F-in törəməsində x. X kubunun törəməsi biz bilək ki 3x kvadratına bərabərdir. X kvadrat ilə 3x kvadratını toplasam 4x kvadrat eləyir. 4x kvadratın törəməsi isə 8x verir. Üstə gəl 8x yazıram. 3x-in törəməsi də bizə 3 vermiş oldu. Sabitin törəməsi də hər zaman 0-a bərabərdir. Artıq buradan bizə f bir qiymət lazımdır. Gətirib yerinə qoysaq 3 vur 1. Üstə gəl 8 vur 1. O da üstə gəl 3 etmiş oldu. Bunun da cavabı elədi 14. Evet, sualımıza keçək. Bir ata riyaziyyat sınavında oğlu Kerem üçün nəsə belə bir integral sual verilir. Və deyir ki, şifrəsi bunun həllidir. Bu misalın həllindən ibarətdir və bu misalı həll etsən şifrəni tapmış olarsan. Belə bir tərcümədir. Funksiyanın biz təyin obasını tapmaqla əslində bunun şifrəsini də həll etmiş olaraq və daha sonra bizə alınan təyin obasını daxil olan ədədlərin toplamını bizdən istəyir. Deməli, belə bir funksiya verilibdir. Bu funksiyanı biz həll etmək üçün biz bilək ki, loqaritmanın sadə misalıdır. Loqaritmanın əsası sıfırdan böyük olmalıdır. Yəni, mənfi x kvadrat üstə gəl 14x çıxılsın 24 böyükdür 0 olmalıdır. Hər tərəfini mənfiyə vurursaq, x kvadrat çıxı 14x üstə gəlsin 24 kiçikdir 0 alınır. Daha sonra biz burada bilirik ki 24'ün yerine x'e x yazıp buna 12 ve 2 olarak qeyd etsək, qarşılığına mənfi qoysaq x minus 2, x minus 12 şeklinde yazarıq. Bu da kiçikdir 0 alınır. Köklərimiz 2 və 12 qiymətləri etmiş oldu. Daha sonra bizə bilirik ki, loqaritmanın bu əsası hər zaman 0'dan böyük olub, birdən də fərqli olmalıdır. X minus 5 böyükdür 0, x böyükdür 5 alınır və həmçinin x minus 5 fərqlidir 1 olmalıdır. X isə fərqlidir 6 olmalıdır. Yəni 5-dən böyük və 6-dan fərqli qiymətlər bizə lazımdır. Normalda bunun həlli 5 ilə 12 arası qiymətlər olmuş olur. Ancaq bundan 6 qiymətinin özünü çıxmamız lazımdır. Daxil olan qiymətlər hansı oldu? 7, 8, 9, üstə gəl 10, üstə gəl 11. 18, 18, 36, üstə gəl 9, elədi 45. Evet, sualımıza keçək. Yəqin ki, son sualımızda artıq. Bu da çok sade bir sualdı. Bizden istediyorduk ki aşağıda verilen dik koordinat sisteminde fx funksiyasının grafiki verilmiştir. Ve daha sonra bizden f funksiyanın ikiye soldan yaxınlaşan ve ikiye sağdan
yaxınlaşın limitinin cavabı bizdən istənilən. Yəni çox sadə bir sualdır. Biz funksiyaya baxanda görürük ki, 2 qiyməti budur. 2 qiymətdən funksiya soldan yaxınlaşan zaman 2-nin hansı qiymətini almış olur? Yəni soldan yaxınlaşan zaman artıq siz də soldan aldığı qiymətə baxmalısınız ki, soldan yaxınlaşmanın cavabı bizə Soldan yaxınlaşmanın cavabı bizə 2 qiymətinin özü vermiş olur. Daha sonra eyni funksiyaya bir də sağdan baxıyorsunuz. 2 qiymətinə sağdan baxaq və gördüyümüz kimi funksiyaya sağdan yaxınlaşan zaman artıq funksiyanın qiymətləri bu şəkildə olur. Belə deyək də, sağdan bu şəkildə yaxınlaşıb ta ki 2-yə çıxanda aldığı qiymət -3 qiyməti olmuş olur. Bu qiymətlər bizdən fərqi istənilir. 2 və -3-ün də fərqi bizə elədir 5 cavabını vermiş oldu. Bilmiyorum, cavab görsənir yoxsa yox, bir dəqiqə baxaq. Cavab görsənmədi, amma cavab elədi 5. Qrupumuza qoşulub, WhatsApp qrupumuza qoşulub sualların ilk öncə siz xəbərdə olub, sualları özünüz ilk öncə işləyib, cavablandırıb, daha sonra bilmədiyiniz suallar varsa, əgər video izahları dinləmək istəyirsə, qrupumuza qoşula bilərsiniz. Yəni, qoşulmaq üçün əlaqə nömrəsi 050 778 44 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər iki suallar arzulayırıq, növbəti suallarda görüşərik.